Bismillah, elhamdülillah, vahdehu vessalatu vesselamu ala men la nebiyye ba'da. Değerli Müslümanlar, xüsusilə borc verən insanlara, həmçinin borc verməkdən üz döndərən insanlara nəsihət etmək istəyirəm. Çünki eşidirsiniz ki, borc verən insanlar daima şikayət edirlər ki, filan kəsə borc vermişəm, borcumu gecikdirir, borcumu qaytarmır, məni əziyyətə salır, məni sıxıntıya salır və digərləri də bunu bəhanə gətirərək sıxıntıda olan müsəlman bacı qardaşlarıma sıxıntı olduğu zaman borc verməkdən onlara yayınır. Həmin insanlara mən Allah Rasulü sallallahu aleyhi və səlləmin lətafətli dilindən çıxan hədislər ilə bir xatırlatma etmək istəyirəm. Ola bilsin ki, bu xatırlatma onlar üçün bir təskinlik və nə cürünə fəzilətli əməl etdiklərinə dair bir xatırlatma olsun. Öncəliklə Uca Allahın kitabına nəzər yetirsək, Bəqərə surəsinin 280-ci ayəsində Uca Allah buyurur ki, وَإِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَذِيرَةٌ إِلَى مَيْسَرَةٍ وَأَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ. Uca Allah buyurur ki, borcu insan borcunu verməyə qadir deyilsə və vəziyyəti düzələnə qədər ona möhlət verin. Və onun borcunu sədəqə olaraq bağışlamağınız, kaş ki biləydiniz sizin üçün necə də xeyirlidir. Və həmçinin də Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Mən ənzara mu'siran əvvədə anhu əzəlləhullahu fi zillihi. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kim borclu insana möhlət verərsə və yaxud da onun borcunu keçərsə, borcunu bağışlayarsa, Uca Allah onu öz kölgəsində kölgələndirər. Subhanallah, bir fəzilətə baxın, böyük fəzilətə baxın. Uca Allah öz kölgəsində kölgələndirir. Kimi? Borclu insana möhlət verənə və onun borcunu bağışlayana, keçənə. Digər hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən nəffəsə an qarimihi əv məh'anuhu kənə fi zillil arşi yevməl qiyamah. Buyurur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm kim borcu bir insanın yükünü yüngülləşdirərsə və yaxud da onun borcunu silərsə, o qiyamət günü ərşin kölgəsində kölgənər. Allahu Ekber, fəzilətə baxın. Yenə bir borclu bir insanın yükünü kim yüngülləşdirərsə, onun borcunu silərsə, qiyamət günü ərşin kölgəsində kölgənər. Ona görə də borc verən insan bu cür fəzilətləri düşünərsə, heç vaxt təəssüflənməməlidir. Və həmçinin Allah Rasulü sallallahu aleyhi ve sellem buyurmuşdur ki, sizdən əvvəlki kəslərdən birinin ruhunu mələklər aldılar. Və ona dedilər ki, sən bir xeyirli bir əməl etdinmi? Dedi ki, xeyr. Dedilər ki, xatırla. Dedi ki, mən insanlara borc verirdim. Və xidmətçilərimə əmr edirdim ki, imkanı olmayan insanlara möhlət versinlər, imkanı olan insanlara da güzəşt etsinlər. Və Uca Allah da onun barəsində dedi ki, qulumu əff edin. Və həmçinin də Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, sizdən əvvəlki bir kəslərin birinin hesabı olundu, hesaba çəkildi. Və onun heç bir xeyirli bir şey onda tapmadılar. İstisna olaraq o insanlara qarışırdı və o bir zəngin bir insan idi. Və xidmətçilərinə əmr edirdir ki, borcu verməyən insanlara, yəni borcu verməyən kasıb olan insanların borcunu əff etsinlər, bağışlasınlar. Və Uca Allah da onun barəsində belə dedi. Mən ondan bu şeyə daha haqlıyam və qulumu günahlarını keçin və əff edin.
Allahu Ekber. Fəzilətə baxın. Yəni bu hədislər ona dəlalət edir ki, yəni borclu bir insana möhlət vermək, borclu bir insanın borcunu keçmək necə böyük bir fəzilətli əməldir. Ona görə də borc verən insan təəssüflənməməlidir və yəni imkanı olub borc verməkdən yayınmamalıdır. Və həmçinin də bir dənə də möhtəşəm, gözəl hədis sizə söyləmək istəyirəm. Hansı ki, borc verən insanların şikayətlərinə cavab olaraq kifayət etdiyini düşünürəm. Və Allah Rəsulu sallallahu aleyhi ve sellem buyurmuşdur ki, kim bir borcluya möhlət verərsə, hər gününə görə mislində sədəqə vardır. Və həmçinin kim borclu bir insana möhlət verərsə, hər gününə görə 2 mislində sədəqə vardır. Və sahabə bunu eşidir və gəlir Allah Rəsulu sallallahu aleyhi ve sellemə belə deyir. Ey Allahın Rəsulu, siz dediniz ki, kim borcluya möhlət verərsə, hər gününə görə mislində sədəqə vardır. Sonra dediniz ki, kim borcluya möhlət verərsə, hər gününə görə 2 mislində sədəqə vardır. Allah Rəsulu sallallahu aleyhi ve sellem buyurdu ki, kim borcluya möhlət verərsə, hər gününə mislində sədəqə var. Yəni kim borcluya, başlanğıc olaraq müəyyən bir vaxta qədər borc verərsə, hər gününə görə mislində sədəqə vardır. Yəni əgər bir insan gəlib səndən borc istəyirsə və deyir ki, mənə 1 aylıq borc ver. Bir ayın 5-i sənə qaytaracağam. Və sən ona borc verirsən, 1 ay müddət vaxt verirsən ayın 5-inə kimi. Və sən borc verəndən sonra başlanğıc olaraq hər gün o 5-inə qədər sənə hər gün sədəqə yazılır. Və sonra Allah Rəsulu sallallahu aleyhi ve sellem buyurur ki, əgər o müəyyən bir vaxt gəlib çatdıqda, yəni borcunu ödəməyə imkanı çatmır və yenidən ona möhlət verilərsə, onda həmin hər günə görə 2 mislində sədəqə vardır. Yəni, əgər həmin bir insana 1 aylıq vaxt verdin və o 1 ay vaxt gəlib tamamladı, həmin insan sənə deyir ki, mənim sənə borcu verə bilmirəm, gücüm çatmır. Mənə 1 ayda misal olaraq vaxt ver. Və sən ona 2-ci dəfə vaxt verdikdə, möhlət verdikdə, bu zaman sənə hər gününə görə 2 mislində sədəqə vardır. Subhanallah, dəyərli müsəlmanlar. İnsan heç bir əməl etmədən Allah Azza və Cəllə ona hesab dəftərinə salih əməl yazır, sədəqə yazır. Və budur bu əməlin böyük fəziləti. Ona görə də kimsə borc verərsə, çalışdığı qədər, imkanı çatdığı qədər borclu insana möhlət versin və imkanı çatırsa o borcu əfv etsin, keçsin və bu fəzilətli əmələ nail olsun. Və həmçinin də əgər kimin imkanı varsa, bir insan səndən, müsəlman qardaşın, bazı qardaşın sıxıntı olduğu zaman səndən borc istədikdə onun borc verməyə həvəsli ol, bu cür fəzilətli əməllərə sahib ol. Və düşünürəm ki, bu hədislər, bu fəzilətli əməllər sizin üçün gözəl bir xatırlatma oldu.